Bir gün Allah Resulü sallallahu aleyhi ve sellem Medine küçələrini dolaşarkən Əbu Zər radiyallahu anhı kədərli və düşüncəli halda görür. Yaxınlaşıb soruşur ki, ey Əbu Zər, səni belə kədərləndirən, düşündürən nədir? Əbu Zər radiyallahu anh deyir ki, ey Allahın Rəsulu, zənginlər zənginlikləri səbəbilə bizi bir sıra xeyir əməllərdə keçdilər. Məni onlardan geri qalmağım çox düşündürür. Sədəqə verirlər, zəkat verirlər, İslamın bir sıra mali əməllərini yerinə yetirirlər və bizdən qabağa keçirlər. Biz isə kasıblıq səbəbilə onlardan geri qalırıq. Bu hal məni çox kədərləndirir. Allah Resulü sallallahu aleyhi və səlləm gülümsəyərək, ey Əbu Zər, sənə bir şey öyrədim də sən də onları geç, buyurur. Əbu Zər radiyallahu anh duruşunu dəyişərək həyəcanlı şəkildə, buyur ey Allahın Resulü, deyir. Allah Resulü sallallahu aleyhi və səlləm bizim gündə 5 dəfə edib, fəzilətini isə tam anlamadığımız bir əməli ona öyrədir. Deyir ki, ey Əbu Zər, hər gün fərz namazından sonra 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 33 dəfə Allahu Ekber və ardından La ilahə illallah vəhdəhu la şərikə ləh, ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadirdir. Əbu Zər radiyallahu anh səhabənin ortaq xüsusiyyətlərindən olan Allah Resulündən eşitdiklərini həyata keçirmək işinə qoyulur. Bir müddət sonra Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Zər radiyallahu anhı yenə eyni hal, yəni kədərli halda görür. Yaxınlaşıb soruşur, ey Əbu Zər, səni yenə belə kədərləndirən, düşündürən nədir? Əbu Zər radiyallahu anh deyir ki, ey Allahın Resulü, sənin mənə öyrətdiyin o xeyir əməli zəngin müsəlmanlar da öyrəndi və onlar yenə bizi ötdülər, onlar yenə qabaqdadırlar. Allah Resulü sallallahu aleyhi və səlləm gülümsəyərək, başda Əbu Zər radiyallahu anh olmaqla biz ümmətinə o dəyərli müjdəni verir. Deyir ki, ey Əbu Zər, Allah Azze və Cəl dilədiyi quluna dilədiyi qədər əcr yazar. Sən narahat olma. Əziz müsəlmanlar, bu hadisədən çıxaracağımız bir sıra ibrətlər vardır. Bunlardan biri uca Allahın qullarına qarşı necə də mərhəmətli olmasıdır. Bir digər ibrət isə səhabələrin xeyir əməllərdə bir-birləri ilə necə canfəşanlıqla yarışmasıdır. Əziz qardaş və bacılarımız, biz də fərz namazlarından sonra qeyd olunan bu zikirləri tərk etməməyə çalışaq. Allah sizlərdən razı olsun.